Çok değerli akademik mühitin iştirakçıları, müasir dövrün inkişafında hizmeti olan ziyalılar, elm adamları, akademikler hamınızı güzel bir səhərdə salamlayıram ve bildiğiniz gibi bugünkü dünyamızı merak eden meseleler en büyük siyasilerle alimlerin gerek ortak düşüncəsində öz həllini tapsın və buna görə də məni də burada dəvət etdiyinə görə Təşkilat Komitəsinə xüsusi siyasi kimi dəvət etdiyinə görə öz təşəkkürümü bildirirəm. Bugün dünyamız doğrudan çox acınacaqlı vəziyyətdədir. Bugün dünyada həll yolları axtarılır. İnsan artıq özünün inkişafını elə bir mərhələsinə gəlir çatmışdır ki, o inkişaf mərhələsi özünün üzərində durduğu torpağı, yer kürəsini fəlakət qarşısına çıxardır. Biz bütün dünyada inkişafdan danışırlar. Bütün dövlətlər, bütün konferanslar, bütün zirvə toplantılarında inkişaf deyə bu termindən istifadə edirlər. Bəs inkişaf nədir? Biz inkişaf deyəndə ən çox nəyi nəzərdə tuturuq? Təbii ki, iqtisadi inkişafı. İnsanların rifahına xidmət edən iqtisadiyyatın güclü olmasını. Və bugün hamımız bilirik ki, iqtisadiyyatda biz artıq yeni bir dövrün astanasındayıq. Qəhvəyi iqtisadiyyat adlandırdığımız artıq bu gündə fəaliyyət göstərən iqtisadiyyat bizim bugün yer kürəsinin yaşadığımız dünyanı acınacaqlı vəziyyətə gətirən, çıxarılan səbəblərdən biridir. Ətraf mühiti nəzərə almadan maddi nemətlər istehsalını kör-körənə istifadə və alimlərin yaratdığı texnologiyalardan öz məqsədləri üçün istifadə edir. İkinci inkişaf, texnoloji inkişafının əsas səbəblərindən biri müharibələr. Yəni müharibə nə qədər də bizim təfəkkürümüzdə belədir ki, mənfi obraz kimi yaratsa da, amma elmi tərəfdən baxanda bu müharibə texnologiyaların inkişafına gətirir çıxar. Bəzən texnologiyalar eyni zamanda ideologiya ilə birbaşa əlaqədədir. Yəni hər bir yeni texnologiya özünə ideologiya axtarışına çıxır. Və yeni ideologiyalar yarandıqda isə özünün təzahür formasını texnologiyalarla tətbiq etməyə çalışır. Məsələn, biz dünya insanlıq üçün ən böyük bir fəlakət olan faşizm, yəni nasizmin inkişafını biz Volkswagen radyosunun vasitəsilə o vaxt Hitler payladı bütün Alman xalqına ki, öz ideologiyasını insanlara yenidə bilsin. Və o dövr üçün, yəni bu yeni bir texnologiyadır. Və həmin o texnologiya nəticəsində bəşəriyyət nə qədər əziyyət çəkir? Böyük bir əziyyət çəkir. Hələ bu günə qədər də onun qalıqları bizim, belə deyək ki, öz canımızdan çıxır. Və bu texnologiyaların kimin əlində olması, bax, istər yeni bir dövrdə texnologiyaların inkişafına biz kifayət qədər diqqət ayırıq. Həm alimlər, dövlətlər və s. ayırırlar. Yeni dövrün tələblərinə uyğun texnologiyaları tətbiq etməyə çalışırlar. Və o texnologiyaların daha çox, belə deyək ki, kimin əlində olması, hansı ideoloji mühitin əlində olması da əsas şərtlərdən biridir. Məsələn, bugün Azərbaycan bildiyimiz kimi 44 gündə öz ərazisini düşmənlərdən azad etdi. Və bu günləri həmin dünyaya bir mesaj olaraq, eyni zamanda dünyanın düşdüyü vəziyyətə öz kiçik də tövbəsini vermək üçün ərazicə çox kiçik bir pay torpağında yeni texnologiyalar tətbiq edir. Yaşıl enerji zonası tətbiq edir. Orada artıq, belə deyək ki, qoyuluş gücü özünün istifadəsindən çox böyük olan layihələr həyata keçirilir ki, yaşıl enerji ilə bağlı. Azərbaycan bugün özünün təbii resurslarından istifadə edərək dünyaya alternativ enerjini çatdırmağa çalışır. Artıq layihələr var, 4 istiqamətdə yaşıl enerjinin axıdılması barəsində artıq müəyyən ortaq məxrəcə də gəlir müəyyən dövlətlərlə bağlı. Biz bununla bağlı bu yaxınlarda Cənab Prezidentimizin Çinə böyük səfərini biz gördük.
bu istiqamətdə atılan böyük adımlardan biri idi. Amma bizim alimlərimizin son nəticələrini biz tətbiq edirik. Amma bəzən bu son nəticələrə gəlməkdə özümüzdə bizim nəzərə almadığımız bir fəsadlar da olur. Biz özümüz qəbul edə bilmədən dünyanın belə deyək ki, məhvərindən çıxartmağa nail oluyor. Yəqin ki, biz hamımız yaşıl enerji deyəndə ən böyük, belə deyək ki, az ziyan vuran hidroelektrik stansiyaların tikilməsidir. Sudan aldığımız enerji. Onların generatorları, belə deyək ki, o vasitə isə aldığı enerjidir, ötürdüyü enerjidir. Amma Çində üstlərə adlanan yəqin hidrostansiya haqqında hamımız eşitmişsiniz. Böyük bir fəlakət törədildi, insanların orada yaşayışına belə ki, fəsadları var idi. Amma onun sonradan yığıldı 18 ilə 30-40 milyard pul qoyaraq böyük bir elektrostansiya tikildi və 22.000 megawatt gücündə bir elektrik enerjisinin istehsalı üçün 36 generator yerləşdirilir. Uzunluğu 2335, hündürlüyü 185 metrliyində. Əslində bu 50 milyon ton kömürün atmosferə tullantısına qənaət belə deyək ki, qarşısını aldı. 50 milyon ton. Amma əvəzində nə oldu? Əvəzində nə oldu ki, bugünkü alimlər onu hesablayırlar ki, yer öz oxu ətrafında 2 santimetr artıq dəyişiklik edir. Bugünkü müasir dünyamızda bir dəqiqə 60 saniyə deyil, 61 saniyədir. Bilirsiniz də bunu həmin biz nəzəri olaraq desək, tezium 133 atomunun elektromagnetik şüalanmasında o periyodun sayıyla ölçülürdü, o saniye. Artıq bu 60 saniye değil, 61 saniye olur. Bir tərəfdən inkişafa nail olmaq istəyir, amma bir tərəfdən həmin inkişafımız bizim o xoş niyyətlər eləməyimizə baxmayaraq dünyamızda hansısa bir formada təsir. Ona görə də bütövlükdə baxanda bizi elmi tərəqqi, əxlaqi tərəqqi ilə gələn uzlaşdır. Əgər elmi tərəqqi, əxlaqi dəyərlərlə uzlaşmayanda bu mütləq fəsadları olur. Məsələn, bizim dövlətimizdə, Azərbaycanda bu sahədə geniş işlər görülür. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda qurulan yeni sistemlər, 4-cü sənaye inqilabının regional mərkəzi olmağımız, eyni zamanda bizim yenidən bir Azərbaycanı qurmağımız, yeni dövrün tələblərinə uyğun Azərbaycanı qurmağımız, ağıllı şəhərlərin, ağıllı kəndlərin salınması bu nöqteyi nəzərdən dünyanın xilası yolunda bir örnəyə çevrilir. Və ona görə də dünən Laçında bir də hamımızın qürurla izlədiyimiz Laçın aeroportunun açılışını biz xüsusi göstərməliyik. Ən son texnologiyaların tətbiqi var orada. Ən az atmosferdə tullantı verən texnologiyaların tətbiqi var. Və bunlar üçün də mənim təmsil etdiyim Milli Məclisdə böyük bir işlər görür. Demək olar ki, qanunvericilik bazasını hazırlayır. Çıxışımın əvvəlində mən deyəndə ki, alimlərlə və onların elmi nəticələrinə söykənən qanunlar olmalıdır. Alimlər və siyasilər dünyanın birgə xilasına çalışmalıdır. Və bu xilas yolunda da bizim Azərbaycanın qanunvericiliyində çox böyük qanunlar qəbul olunmuşdur. Və son bir neçə ildə elektrik enerjisindən səmərəli istifadə, bərpa olan enerji haqqında, qaz təchizatı haqqında, istilik təchizatı haqqında bir çox qanunlarımız bu sahədə belə deyək ki, örnək qanunlardır. Dünyaya bizdən öyrənməli olduğu qanunverici axlarının olduğunu göstərdir. Və mən də hesab edirəm ki, bugünkü konferansda, elmi konferans və bunun nəticələri, üstəgəl siyasilərin qəbul etdiyi qərarlar dünyamızın xilasına yönələcək. Konferans iştirakçılarına uğurlar arzulayıram və hesab edirəm ki, dünyamızın yaxşı mənada düzəlməsinə öz tövbələrini verəcəklər. Diqqətlə qulaq asdığınız üçün də xüsusi təşəkkür edirəm. Sağ olun.